Bismillah. Bürclərin 15 Mart'a ən dəqiq pul proqnozu. Qoç, pul mövzusunda aktiv gündür. Yeni qazanc imkanı çıxa bilər, amma tələsmədən qərar vermək lazımdır. Buğa, pul baxımından yaxşı gündür. Kiçik amma sevindirici qazanc və ya pul xəbəri ola bilər. Əkizlər, pul gəliri mümkündür. Tanışlardan və ya əlavə işdən qazanc şansı var. Xərçəng, maliyyə mövzusunda sabitlik var. Böyük qazanc gözlənilmir, amma itki də görünmür. Şir, pul enerjisi güclüdür. İş və ya ticarət sahəsində uğurlu nəticə ola bilər. Qız, pul məsələlərində diqqətli olun. Lazımsız xərclərdən uzaq durmaq lazımdır. Tərəzi, gözlənilməz pul xəbəri və ya qazanc ehtimalı var. Şanslı gündür. Əqrəb, pul baxımından normal gündür. Qənaət etsəniz maliyyə vəziyyətiniz yaxşılaşa bilər. Oxatan, pul mövzusunda risk etməyin. Yanlış qərar kiçik itkiyə səbəb ola bilər. Oğlaq, pul baxımından uğurlu gündür. Yeni qazanc qapısı açıla bilər. Dolça, pul ideyaları və yeni imkanlar ortaya çıxa bilər. Amma qazanc biraz gec gələ bilər. Balıqlar, pul mövzusunda ehtiyatlı olun. Aldanma və ya səhv alış ehtimalı var. 15 Mart'ın ən şanslı pul bürcləri Oğlaq, Şir, Tərəzi. Pul baxımından ən gərgin bürclər Oxatan, Balıqlar, Qız.